Salam dostlar, tələbələr diqqətlə dinləsinlər. Bu video motivasiya haqqında olacaq. Yəni ki, məsələn, biz necə eləyək ki, dərs oxuyaq. Hər sahədə olan adamlara aiddir. Yəni, əlim işə getmir, tənbəllik eləyirəm. Bunu çözməyin, praktiki, real bir həlli var. Yəni, çox videolara baxmışıq, eləmişik, yəni insanlar bunu deyir. Mən elə bir şey deyəcəm ki, baxın, bu sırf sizin daxili aləminizlə bağlıdır. Mənbə oradan başlayır. Ondan sonra o mənbə sizə düzünü deyir və siz o mənbəyə əsasən, daxilinizdəki o ruha əsasən xaricdəki şeyləri tənzimləyirsiniz. Məsələn, nədir? Siz baxın, görün, bu çox incə bir məsələdir. Həqiqətən, bu həyat çox mürəkkəbdir. Yəni, hər şey göründüyü kimi deyil. Hətta karandaşın rənginə qədər, karandaşın növünə qədər siz düzgün təyin eləməlisiniz ki, ruskanın növünə qədər, ruskanın qalınlığına, yüngüllüyünə qədər düzgün təyin eləməlisiniz ki, sizdə motivasiya olsun o işə, o işi görməyə, o dərsi oxumağa. Başa, oturduğunuz stol, baxın, fikir verin, hansı stolda oturursunuz, evin harasında oturursunuz, masanız rahatdırmı? Hamısı şərtdir. Elə kitabı qoydum, başladım, yox. Ona görə sizdə həvəs olmur. Sizdə deyirsiniz ki, məndə niyə həvəs olmur bir işi görməyə? Otağınız işıqlıdırmı? Məsələn, işıq olmalıdır otaqda, nur. İşıq nurdur. Yəni, bu işlərin əslində ilahi pərdarxası var. Mən onları sizə bildirəcəm ki, sizin gözünüz açılsın, aydınlanasınız. Hər şey göründüyü kimi deyil həyatda. Yəni, Allah Taala bir sistem qurub, o sistemi düzgün labirint kimi, crossword kimi eləyəndə o artıq daşlar yerinə oturur. Baxın, görün, hər şeyə baxın və onun doğru və ya səhv olduğunu hardan biləcəksiniz? İçinizdəki o huzurdan biləcəksiniz. Məsələn, bir karandaş alacaqsınız əlinizə ki, mən bu karandaşla başlayayım iş görməyə də, tutaq ki. O karandaş sizə içərinizə bir huzursuzluq verəcək. Onda o karandaşı buraxın, başqa karandaş götürün. Ta ki, o içinizə o huzur gələnə qədər. Sonra evdə 3-4 dənə masa var. Oturdunuz bir masaya, gördünüz ki, yox, huzursuzluqdur. Keçdiniz evin başqa tərəfinə. Məsələn, indi mən bar stolunda oturmuşam, məsələn. Evimizdə bar stolu var. Burada mənə huzur gəlir. Amma adi, normal stolda oturanda mənə huzur gəlmir. Eləyə bilmirəm. Məsələn, mən mütləq yanımda bir çay olmalıdır. Çaysız mənim içimə huzursuzluq gəlir. Amma bu çayı ki götürürəm, əlimə görəm huzur gəldi. Yəni, həyat labirint kimidir, crossword kimi. Yəni, daşlar bir-bir yerinə otura-otura, axırda gedib bir nəticəyə gəlirsən. Başa, o daşları yerinə otuzdurmalısınız. Məsələn, bir daşı otuzdurduğunuz yerinə, sonra növbəti daş. Görürsünüz ki, yox, bu huzursuzluq verdi. O daşı qaldırın aradan, başqa bir daş qoyun ora. Okey, bu da oldu. Sonra 3-cü mərhələ. Həyat budur, yəni. Həyat budur. Addım-addım o içinizdə huzuru tətbiq etmək və nəticəyə gəlmək. Yəni, həyat bundan ibarətdir. Yəni, uğurun sirri budur, işləməyin sirri budur. Yəni, buna çox diqqət yetirin. Məsələn, mənim yanımda həmişə fruit olur, iced tea olur ki, mən mütləq oradan bir yudum eləməliyəm. Belə-belə mənə tapmışam. Belə-belə mən tapmışam. O içimdəki səsə qulaq-asa, onunla gedə-gedə, ona uyum sağlaya-sağlaya, onu tamamlaya-tamamlaya, mən artıq özümə bir çevrə oluşturmuşam, çevrə yaratmışam. Və o çevrənin içində mən istəyirsən 25 saatda işləyim, 26 saatda işləyim, nə bilim, gecə-gündüz işləyim, yəni. Yəni, bu hər şey şərtdir, yəni. Və onu içinizlə bir daha deyirəm, bilin. İçiniz görünsə nə deyir.